Yatmaq və yatarkən yuxu görmək uca Allahın möcüzələri. Peyğəmbərə ilk vəhiy də elə sadiq yuxu ilə gəlmişdir. Buna görə də Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub, müminin yuxusu Peyğəmbərliyin 46 hissəsindən bir hissədir. Peyğəmbər sallallahu aleyhi və səlləm gözəl yuxunu xoşlayardı. O, buna çox önəm verərdi. Səmradan radiyallahu anhə gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm namaz qılıb bitirdikdən sonra bizə tərəf dönər və deyərdi, sizdən kim yuxu görüb? Əgər kimsə yuxu görsəydi, onu danışardı. Yuxu görmək 3 növdür. Salih yuxu, bu Allah tərəfindən bir müjdədir. Kədərləndirən yuxu, bu isə şeytandandır. İnsanın özü ilə danışdığı yuxu. Salih yuxu müjdədir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub, Peyğəmbərlikdən yalnız müjdələr qalıb. Müsəlmanın gördüyü və ya ona göstərilən salih yuxu da bunlardandır. Kim salih yuxu görmək istəyirsə, ayıq vaxtı da salih əməl etməlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub, qiyamət yaxınlaşdığı zaman yuxular da yalan olmayacaq. Sizin ən doğru yuxu görəniniz, ən doğru olanınız olacaq. Kim xoşladığı bir yuxu görərsə, buna görə Allah'a həmd etsin. Bunu sevdiyi kəslər və ya yuxu yoza bilən adamlardan başqasına danışmasın. Amma kimsə xoşlamadığı bir yuxu görərsə, sol tərəfinə 3 dəfə üfürsün. Sonra 3 dəfə gördüyü yuxunun şərindən və şeytanın şərindən Allaha sığınsın. Sonra o biri tərəfə dönsün və ya durub namaz qılsın. Bu yuxunu heç kəsə danışmasın və yozmağa da çalışmasın. Belə olduğu halda yuxu ona zərər vurmayacaq. Yatarkən və yuxudan oyanarkən edilən zikirləri qoru. Salih yuxular gör. Narahat edici yuxulardan uzaqlaş. وَتَوَكَّلْ عَلَى اللّٰهِ وَكَفَى بِاللّٰهِ وَكِيلًا